Ailəni dağıtmaq asan bir şey deyil. Sizin aranızda bitmiş olan o emosional vəziyyət ki var, bir-birinizə qarşı bitmiş olan o sevginiz ki var. Çünki boşanma mənim fikrimcə ən sonuncu addımdır. Və artıq müəyyən emosiyalar bitib, müəyyən duyğular bitib ki, siz artıq o yerə addım atırsınız və yaxud da ola bilər ki, hissləriniz biraz azalıb. Çünki zaman keçdikcə hisslər yerini dəyişir ailələrdə. Və artıq siz başqa həvəs axtarmaq marağına düşürsünüz ki, mən artıq həyatımı bundan sonra, illa vacib deyil ki, həyatınızda kimsə olsun, mən artıq həyatımı bu cür davam edəcəm, o mənim həyatımda artıq da. Bir evləndiyiniz vaxtda düşünün, siz beləmi evlənmişdiniz və yaxud ola bilər məcburiyyət əsasında evlənmişsiniz. İndi çoxu deyir, atam məni ərə verib, nə bilim, ailəm məcbur elədi. Bunların hamısı o qədər də ciddi söhbətlər deyil. Sən istəməsən, səni heç nəyə məcbur etməz. Ona görə də evlənəndə necə idisə, qayıdın əvvələ ki, yəni biz onu edirik. Sizi bu yerə gətirən səbəblər nələrdir, amillər nələrdir? Bax, o amilləri yox edəsəz, boşanmaların sayı da cəmiyyətimizdə azalır. Mən məsləhət görmürəm boşanmağı.